Xaçmaz rayonunun Xaspaladova kəndi ərazisində Qudyal çayın üzərindəki avtomobil körpüsü qəzalı vəziyyətə düşüb. Körpünün qəzalı vəziyyətinə düşməsinə əsas səbəbi sel suları göstərilir. Bu körpü ümumiyyətlə 3 il əvvəl də sel sularının təsirindən müəyyən qədər fəsadlar yaranmışdı. Son sel hadisəsindən sonra isə artıq körpü tamamilə yararsız vəziyyətə düşüb və ötən axşamdan başlayaraq körpüdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Və bununla da körpünün şimal istiqamətində yerləşən 10 kəndin təxminən 10 minə yaxın sakininin rayon mərkəzlə əlaqəsi çətinləşib. Hazırda həmin sakinlər rayon mərkəzinə getmək üçün alternativ yollardan istifadə edirlər ki, bu da 10 kilometrlərlə əlavə məsafə deməkdir. Hazırda körpünün hər iki tərəfində müvafiq hüquq mühafizə orqanlarının nümayəndələri keşik çəkir və körpüdən həm avtomobillərin, həm piyadaların keçidi məhdudlaşdırılıb təhlükəsizlik baxımından. Burada bir 10 dənə, 15 dənə kənd var. Gəncəli, Bəbəli, nə bilim, Əhmədova, Aranovka, Köhnə Xaçmaz, kəndlər çoxdur. İndi bax bu kəndlərin hamısı problem oldu. Nə maşın gedir, səhər-səhər uşaqlar da məktəbə gedir, maşınlar, balaca uşaqlar da məktəbə aparır. İndi məktəbə aparmaq üçün Köhnə Xaçmazdan fırlanıb gələcək bu 2 nömrəli məktəbə. Çətindir qardaş, çətindir. Kənd cəmaatı üçün çətindir. Xaçmaz rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının müavini Anar Oruçlu bildirib ki, hazırda komissiyanın və digər əlaqədar dövlət qurumlarının nümayəndələri əraziyə baxış keçirirlər. Vəziyyət yerində qiymətləndirildikdən sonra fəsadların aradan qaldırılması üçün müvafiq addımlar atılacaq.